Abituriyentlərin ən çox çətinlik çəkdiyi mövzulardan biri də xəritə suallarıdır. Xüsusilə də Azərbaycan tarixi mövzusunda xəritə suallarında daha çox çətinlik çəkirlər. İndi mən sizə şəhərlərin hamısının yerini əzbərləmədən daha rahat metodla şəhərlərin yerini xəritədə tapmağı öyrədəcəm. Bu hansılardır? Azərbaycan ərazisindəki su hövzələrini öyrənməklə. Hansılardır su hövzələrimiz? Xəzər dənizi, Urmiya gölü, Göyçə gölü, Kür çayı və Araz çayı. İlk öncə Xəzər dənizindən başlayaq. Xəzər dənizinə ətrafına baxdıqda orta hissəsində Bakı şəhəri yerləşir, sahilində yəni. Şimal hissəsinin sahilində Dərbənd yerləşir. Cənub hissəsinin sahilində isə Ərdəbil və Lənkəran şəhərlərini görə bilərik. Sonra Urmiya gölünün ətrafına baxdıqda Təbriz şəhəri, Marağa şəhəri, Xoy şəhəri və Urmiya şəhərlərini görəcəyik. Araz çayı xətti ilə baxdıqda Naxçıvan, Culfa və Ordubad şəhərlərini görəcəyik. Kür çayı xəttinə baxdıqda əsasən Gəncə və Bərdəni görəcəyik. Göyçə gölünün ətrafında isə İrəvan şəhərini axtaracağıq. Yəni, bu şəhərləri tapmağınızı tələb edən suallar gördükdə ilk öncə su hövzələrinə baxın və şəhərləri daha tez yadınızda saxlayacaqsınız.